Pensiyaya əlavə necə hesablanacaq? Kanala abunə olub videoları bəyənməyi unutmayın. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşir. Sfera AZ xəbər verir ki, bu Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar İşəgötürənlər Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün baş kollektiv sazişdə öz əksini tapıb. Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. Tərəflər həmçinin sığorta pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədlə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər. Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədlə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.